Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Əziz və dəyərli izləyicilər. Podkastımızın 5-ci bölümü davam edir. Sizdən gələn sualları şeyximizlə cavablandırırıq. Selamun aleykum və rəhmətullah. Aleykümselam və rəhmətullah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və sallallahu ala seyyidina və nebiyyina Muhammedin və alihi tahirin. Allahümme salli ala Muhammed və ali Muhammedin və əccil fərəcəhum. Bu gecə xanım Zeynəb əleyhissalamın vəfat gecəsidir. Bu münasibətlə başda İmam Zaman əleyhissalam olmaqla bütün alimlərə, müctəhidlərə və əziz mömin bacı və qardaşlarımıza başsağlığı deyirik. Allah xanım Zeynəb əleyhissalamın lütfün, inayətin dünyada da, axirətdə də bütün şiyələrə nəsib eləsin. Amin. Şeyxlə, birinci sualımız izləyicilər tərəfindən bu bayram münasibəti ilə, bu yeni il münasibəti ilə ən çox gələn suallardan biri budur ki, müctəhidlər icazə verir və yaxud da verilirsə, necə icazə verirlər yeni ili qeyd etməkdə. Çünki burada bəzi suallar bu cürlə gəlib. Yolka bəzəmək, yolkanın ətrafında şəkil çəkdirmək, həmən günü cürbəcür yeməklər bişirmək, qonaqları dəvət eləmək və yaxud da gedib şəhərdə bu bəzənmiş yolka ağaclarının ətrafında şəkil çəkdirmək və məsihlərdən və digər müsəlman olmayan şəxslərdən bu bayram kimi qəbul edib, bayram kimi qeyd eləmək. Əvvələn suala cavab verməmişdən qabaq əziz dinləyicilərimizin zehninə bir ümumi məsələni çatdırım ki, biz Cəfərilər yanında, yəni İmam Cəfər Sadiq əleyhissalam məzhəbində, fiqh məzhəbində əsl hər şeyin caizliyidir, halallığıdır. Allah bizim sünnələrdə də bəzi məsələlərdə bu cür işim yoxdur. Yəni bizdə 12 imam şiələrinin yanında İmam Cəfər Sadiq əleyhissalam fiqh məzhəbində əsl hər şeyin halallığıdır. Haramlıq, vaciblik, müstəhəblik, məkruhluq dəlil istəyir. Yəni əgər bir nəfər deyirsə ki, filan şey halaldır, ona deməzlər ki, sən dəlil gətir. Halallığın dəlilə ehtiyac yoxdur. Əsl hər şey Allah halal qərar verib. Kim ki deyir vacibdir, kim ki deyir haramdır, kim ki deyir müstəhəbdir, kim ki deyir məkruhdur, ki, ondan dəlil tələb elə ki, hardan deyirsən. Deməli onda görəsən ayə və hədislərdə gəlib ki, yolka bəzəmək, təbii ki, yox. Yolka bəzəmək bəlkə də məsələn deyirəm, bəlkə 100 yaşı yoxdur, bilmirəm neçə ildir. Ola bilməz ki, ayədə, hədisdə yolka bəzəməkdən söhbət getsin. Və yaxud da ki, deyək, o dövrdə Peyğəmbər İmamın yaşadığı Ərəbistan yarımadasında bu yeni il deyilən bir şey yoxdur. Onlar ərəb təqvimi ilə gedirdilər və müsəlmanlar da hətta lap 100 il bundan qabağa qədər bizim öz nənələrimiz, babalarımız belə bu ayları bilmirdilər ki, onlar Ramazanla, Məhərrəmlə, Səfərlə işləyirdilər. Yəni mümkündür belə deyək, təxminən 1900-cu ildən bu tərəfə Azərbaycanda bu yanvar, fevral, dekabrla bu şeylər keçib ortaya. Hətta bizim öz baba nənələrimiz belə ərəb təqvimi ilə gedirdi və ərəb təqvimində başlanğıcı Məhərrəm ayındandır. Deməli onda o dövrdə mümkündür müsəlmanların heç ağlına gəlmirdi Peyğəmbərdən imamla soruşsunlar ki, yanvar ayının birin bayram keçirdə ya keçirmək, ya yolka bəzəyək, ya bəzəməyək. Bunun mənası yoxdur o dövrdə. İndi ki bu barədə nə ayə ola bilməz, nə hədis ola bilməz, çünki sonradan çıxan bir şeydir. Əsl caizliyidir, halallıqdır. İndi əgər haramlığa tərəf meyl eləyirsə ki, filan şey haramdır, gəç dəlil istəyir. Ona görə də müştəhidlər demək olar ki, bu cür buyurublar. Buyurublar ki, əgər hər hansı bir qeyri-dini bayram, buradan keçirəm sualın cavabına, hər hansı bir qeyri-dini bayram, istər yanvar ayı olsun, nə bilim deyək, qadınlar bayramı olsun, yəni yanvarın biri ya 8 mart qadınlar bayramı, nə kişilər bayramı, nə bilim, nələr bayramı, fəhlələr bayramı, nə bilim, analar bayramı, cürbəcür bayramlar çıxardıblar da. Bütün bu qeyri-İslami bayramlarda əgər bir əqidəvi pozğunluğa səbəb olmayacaqsa, yəni insanı İslamdan qeyri-İslama tərəf meyl elətdirəcək, xristianlığa tərəf, yəhudiliyə tərəf, ya hər hansı bir şeyə tərəf, ateizmə tərəf, yəni əqidəsini pozacaq bir səbəb yoxdursa, yəni bir ehtimal yoxdursa. İkinci, əxlaqın pozub günaha tərəf meyl elətdirəcək bir amil yoxdursa, yəni araq içməyindən, rəqs eləməyindən, mahnı dinləməyindən, oğlan qız qarışı bir-birinə məsələn deyək, laqqırtı vurmağından ya qucaqlaşıb öpüşməyindən bu şeylər yoxdursa, onda demək onda nə əqidəvi cəhətdən problemi var, nə fiqhi cəhətdən. Əslində əvvəldən qeyd elədik, hər şeyin halallığıdır. Ona görə də əgər yolka bəzəyib, evdə məsələn uşaqlar sevinirlər, şadlanırlar, heç problem yoxdur. Nə yemək bişirir, heç problem yoxdur. Amma küçənin ortasında yolka bəzəyəcəksə, orada oğlan qıza, qız oğlana qarışıb deyəcəklər, güləcəklər, əl-ələ tutacaqlar, öpüşəcəklər, neynəcək, təbii ki, haramdır. Amma yolkalığına görə yox, günaha görə. Deməli onda hansı bir evdə
Əgərsə dindar bir ab-havadır, səbəb belə deyək də, yəni o ata, ana, böyüyün kimsə o evdə nəzarət eləyəcək ki, uşaqlar nə əqidəvi cəhətdən günaha düşməsin, nə fikri cəhətdən. Deməli, onda heç bir problem yoxdur. Amma o evdə ki, əgərsə yolka qurulacaq təqdirdə günahlar baş verəcək, ya əqidəvi pozğuntuluq, ya fikri pozğuntuluq baş verəcəksə, o halda haramdır. Xülasə, yəni əgər bir nəfər arxayınsa ki, evindən yolka bezədə bilər, ətrafında tutaq ki, uşaqlar atılıb düşə də bilərlər, oynaya da bilərlər, yeməyi də bişirə bilər, heç problemi yoxdur. Mühüm odur ki, əqidə və fikri günahlar olmasın. Şeyxin növbəti sualımız elə Rəcəb ayındayıq. Rəcəb ayında bilirsiniz ilk rəqaib gecəsi və bəzilə kandil gecəsi və s. Bu barədə əksər ruhanilər qeyd eləyirlər öz ya məscidlərində ya sosial şəbəkələrində ki, rəqaib gecəsinin ilk cümə axşamı, arzular gecəsidir filandır və orada müstəhəb əməlləri qeyd eləyirlər ki, bəzi müstəhəb əməllər var. Qeyd eləyirlər əksəriyyətini və sonra deyirlər ki, bu gecəndə müstəhəb namaz var 12 rükətli. Bu namaz sabitdirmi və bu namazı əksəriyyət deyir ki, məsələn biz dəftərlərdən soruşdu ki, belə deyək də fəqihlərimiz deyir ki, rica qəsdi ilə qılınsın. İnsanlar soruşur ki, rəza qəsdi nədir? Bir insan əgər onu müstəhəb, bir ruhani onu müstəhəb kimi çatdırsa, bu bidət olurmu? Və bilir ki, bu bilərəkdən sabitdir ki, bu araşdırıb, görüb ki, bu fəqihlər yanında sabit deyil. Və yenə də insanlara bunu müstəhəb adından çatdırması nə dərəcədə doğrudur? Zəhmət olmasa bu barədə açıqlama bilərdiniz. Ümumən istər rəqaib gecəsinin əməlləri olsun, ya hər hansı bir digər müstəhəb əməllər olsun, gərək arxasında bir mötəbər mənbə dayanır, ya Quran ayəsi, ya bir hədis olsun. Xoşbəxtlikdən rəqaib gecəsinin də, ta ki Novruz bayramında nə bu cür dualar, zikirlər ki vardı, əksəriyyətinin arxasında rivayətlər var. Yəni demək olmaz bidətdir, bidət demək olmaz. Ehtimal var ki, doğrudan məsum sözdür, ehtimal var ki, peyğəmbərin sözüdür, imamın sözüdür. Deməli, onda arxasında bir mənbə var. Sadəcə o mənbə etibarlıdır, etibarsızdır. Rəqaib gecəsinin əməlləri barəsində demək olar ki, əksər müştəhidlər nəzəri budur ki, bizim kitablara sünni mənbələrindən daxil olub. Yəni əvvəli o hədislərin sünnilərdə olubdur. Məsələn, 700-800 il bundan qabaqki alimlər yavaş-yavaş olan kitabından idxal eləyib bizim kitablar. Yəni qədim kitablarımızda rəqaib gecəsinin əməlləri yoxdur. Amma rəqaib gecəsinin əməlləri yoxdur, o deməli, nəuzubillah, peyğəmbərin adına yalan deyib, onu da deyə bilmərik. Hədisin sənədi etibarsızdır. Yəni şiələrin yanında həmən hədislər sənəd baxımından zəifdir. Amma zəiflik yalanlıq demək deyil. Ehtimalı var ki, peyğəmbər buyurub o sözləri. Ona görə də əgərsə bir alimin nəzərində hər hansı bir hədisin müstəhəbbə dəlalət edən hədisin sənədi zəif oldusa, keçir ikinci bir yola. Bu alim təsamuh fi ədilləti sünən qaydasını qəbul edir ya qəbul etmir. Çox da istəmirəm yoram, çünki elmi bir bəhsdir. Qısa bunu deyim ki, bir sıra hədislər var Əhl-i Beyt əleyhissalamdan ki, sizlərə əgər biz Əhl-i Beytdən, xüsusən də Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən bir hədis gəlib çatarsa ki, o hədisdə deyilir, əgər filan işi görsəniz, Allah filan savabı verər. Əgər həmən şəxs Peyğəmbərin o kəlamına xatir durub həmən o işi görərsə, Allah Taala o hədisdə gələn savabı ona verər, hətta Peyğəmbər o sözü deməmiş də olsa. Yəni, məsələn, hədis gəldi çatdı buna ki, əgər dursan, məsələn, 3-cü gün filan qusulu versən, Allah Taala sənə, məsələn, filan savabı verər. Durdu bu da həmən o 3-cü gün ki, məsələn, içərisində bəlkə də qusul yoxmuş, durdu o qusulunu verdi. Hədis deyir ki, hətta o şey Peyğəmbər deməmiş də olsa, Allah lütf eləyəcək sənə, Peyğəmbərin dediyi o savabı sənə verəcək. Çünki sən Peyğəmbərə ehtiram elədin, onun sözünə boyun əydin. Elədi, buna da mənbələr rivayətləri. Rivayət o mənbələr deyilən bir bab vardı, üsulda geniş bəhs eləyirlər, bəhs xaricdə mümkün deyil, bir aya qədər dayanırlar üstündəki bu mənbələr rivayətləri nədən danışır? Xülasə, həmən bu qaydanı, təsamuh fi ədilləti sünən qaydasını qəbul eləyərsə müctəhid, onda eləyə bilər ki, rəqaib və yaxud da məsələn, Novruz bayramının namazı ya məsələn, duasına müstəhəbliyinə fətva verə bilər. Niyə? Çünki rivayət deyir ki, Peyğəmbərdən sizə bir, imamdan sizə bir hədis çatsa ki, savab vardı, o savaba görə durub o işi görsə, o savab bizdən çatmasa da belə, bizdən olmasa da belə Allah sənə o savabı verər. Bu qaydanı qəbul etsə müctəhid, onda elə bilər ki, fətva versin. Amma bu baxımdan ki, təsamuh fi ədilləti sünən qaydası əksər alimlərimizin yanında qəbul olunmur. Deyirlər ki, o rivayətlərin məqsədi başqa bir şeydir. Geniş bəhsi vardı, elmi bəhsi vardı. Yeri artıq bu podkast məsələsində deyil, bu elmi bəhsdir bu.
həmən qaydanı qəbul etmədikləri üçün ikinci bir yola əl atıblar. Deyirlər, eybi yoxdur. Hansı bir iş, feil ki, müstəhəb ədalət edir və məsumdan gəlib çatıb, amma sənədində problem var. Ya indi sünni yolu ilə gəlib çatıb, ya öz yolumuzdandır, içində zəif ravi var, ya rivayətin sənədində qırıqlıq var. Bu cür yerlərdə eybi yoxdur, həmən əməli eləsinlər, amma rəca qəsdi ilə. Ki, sualın ikinci hissəsi bu idi ki, rəca qəsdi nə deməkdir? Rəca qəsdi vurud qəsdinin müqabilindədir. Vurud qəsdi və də rəca qəsdi. Durursan səhər-səhər sübh namazı qılmağa. Nəyə görə? Bu etiqadından ki, ilahi sən əmr eləmirsən, səhər-səhər gün çıxana qədər dur 2 rükət namaz qıl, ona görə qılıram. Yəni varid vurud, yəni varid. Yəni dində, şəriətdə qəti şəkildə varid olubdur ki, bu iş mənim boynumadır. Dandan sübh namazına rəca qəsdi deyə bilməzsən. Varid olub, sabit olub, varid yəni sabit olub şəriətdə ki, bu işi görməlisən. O niyyətin elə vurud qəsdi. Amma əgər bir şey gəlib çatıb, amma sabit olmağı şübhəlidir. Ola da bilər, olmaya da bilər. Burada ilə rəca qəsdi ilə vurud qəsdi yox, yəni sabit deyil. Nə deməkdir rəca qəsdi? Rəca qəsdi bu o deməkdir ki, yəni ümid qəsdini ilahi. Mən durub bu işi görürəm, bu ümidlə ki, əgər şəriətində, dinində belə bir şey varsa, onda o savaba göz dikərək, ümid eləyərək bu işi görürəm. Demək, mən demirəm, ilahi sənin dinində var eləyirəm. Durub günorta namazı qılan, deyirəm, ilahi sən ki, dinində əmr eləyibsən, ona görə qılıram. Olur vurud qəsdi. Bir də deyirəm ki, ilahi, sən ki, məsələn deyibsən ki, Ramazan ayının 23-cü gecəsində səhərə yaxında bir dənə qusul edirəm. Biri gecənin əvvəlində, biri axırında. Gecənin əvvəlindəki mötəbər rivayətlə sabit olub. Amma gecənin axırındakı qusul rivayətində müşkül var. Ona görə Seyyid İslami Ağadır Risalədə nə deyir ki, birinci qusulu vurud qəsdindən eləyə bilərsən, gecənin əvvəlindəki. Gecənin sonundakının rivayətindəki sənədində problem var, onun rəca qəsdindən elə. Yəni səhərə yaxın o başdan sağı məsələn dur, təzədən yenə girirəm hamama, Qədir gecəsində, 3-cü Əhya gecəsində deyirəm ki, bu Qədir gecəsinin ikinci qusulunu edirəm, rəca qəsdi ilə qürbətən elə. Yəni ilahi mən bilmirəm sənin dinində var yox. Rivayət satıb, amma rivayət zəifdir, etibarsızdır. Bəlkə də deyib imam, bəlkə də deməyib. Ona deyirlər rəca qəsdi. Xülasə rəca qəsdi o deməkdir ki, ilahi mən bilmirəm sənin dinində var ya yox. Amma bu ümidlə ki, əgər dinində olmuş ola, o ümidlə, ümid bəsləyərək bu işi görürəm ki, əgər varsa o savabı mənə verəsən. Ona deyirlər ümid qəsdi, rəca qəsdi, vurud qəsdi yox. Ona görə də Rəğaib gecəsinin əməllərinin sənədində problem olduğu üçün rəhbər də Seyyid İslami Ağada buyurur ki, digər müştəhidlərdə həmçinin bu əməlləri eləyən heç problemi yoxdur, amma vurud qəsdini eləmir, rəca qəsdini ki, ilahi əgər belə bir şey varmışsa sənin peyğəmbərin şəriətində o ümidlə eləyirəm. Demirəm sənin dinində var belə bir şey. Hökm eləmirəm yəni. Məsələn, əgər vurud qəsdi ilə olsa şey. Əgər bir nəfər indi cahillikdən bilməyib eləyibsə problem yoxdur. Amma bilə-bilə ki, müştəhidlər deyirlər ki, bunun sənədlərində problem var. Məsuma bir şey yalandan nisbət, bilə-bilə ki, məsum demək sabit deyil, ona nisbət versə artıq haramdır, bidət olmaz. Xülasə bilən insanlar üçün problem var. Amma bilmə cahillikdən eləyibsə işgal yoxdur. Onlar inşallah Allah yanında məzurdurlar. O tələbələr ya məsələn deyə o ruhanilər ki, məsciddədirlər. Adətən əksərən onlar məsələn 4 il, 5 il məsələn dərs oxumuş tələbələrdirlər. Mümkün də hələ o dərinlikləri çox yaxşı bilməyiblər deyibən. Elə bilirlər ki, elə imamın sözü nəql olunsa, məsələn Məfatül Cinanda Şeyx Abbas Qumi desə qutardı. Onlar da üzürlüdülər. Yəni Allah Taala hər kəsəndən öz qədəricə hesab çəkəcək. 4 il, 5 il tələbənin o hesabı çəkəcək. Deyə müştəhiddən də müştəhid hesabı çəkəcək. Ona görə onlarda ittiham eləmək olmaz mümkündür. Allah köməkləri olsun cəmaatı. Şəriətə tərəf yaxınlaşdırırlar, amma biraz ehtiyatlı olsunlar ki, bilmədiyi şeyi öyrənsin, çalışsın ki, müştəhidlərin dəftərlərini, savadlı alimlərdən ki, düz cavab versin cəmaata. Növbəti sual ChatGPT barəsindədir. Bəzi qardaşlar, xüsusən də mömin qardaşlarımız elə hər nə gəldi şəriət barəsində ChatGPT-dən soruşurlar. Biz də ChatGPT üzərində bir balaca araşdırma apardık və gördük ki, ChatGPT-yə nə vurursan, o sənin istədiyin, belə deyək də, məsələn, sən istəyirsən ki, cavab bu cür olsun, çalışır sən istədiyin cavabda cavab verir. Məsələn, hətta dəfələrdən bizə elə hədislər deyib ki, ya məsumların adından, ya peyğəmbərin adından. Girmişik, həmən hədisi araşdırmışıq, görmüşük ki, bu hədis uydurmadır, nə kitabda yoxdur, nə belə ləfsdə, bu mətndə hədis yoxdur. Sonra özünə müraciət eləmişik, demişik ki, bəs belə hədis yoxdur, üzr istəyir. Deyir ki, mən üzr istəyirəm, nəsə texniki bir problem oldu və s. Və xüsusən də bu şəriətdə, fiqhi məsələlərdə və digər şeylərdə ChatGPT-dən istifadə edirlər və hətta belə də deyirlər ki, ChatGPT molladan daha axıllıdır. Buna cavabınız nədir, zəhmət olmasa? Allah hər şeyin xaliqidir və hər şeydə əvvəlcədən bilirdi. Allah Taala 7 göyü xəlq etməmişdən də qabaq bilirdi ki, məsələn deyək 21-ci əsr olanda orada ChatGPT dediyini hər nədir, sondan düzəldəcəklər.
Ona görə Allahın elmində cəhil yoxdur, Allahın elmində qüsur yoxdur. Allah hər şeyi dəqiq proqramlaşdırıb. Xüsusən də şər'i məsələlərdə nə deyib? Deyib ki, şər'i məsələləri əldə etmək üçün hələ biz adi insanlarla danışırıq, müctəhidin öz yolu var da, işimiz yoxdur. Müctəhid olmayan şəxs şər'i məsələni əldə etmək üçün ya müctəhidin özündən soruşmalıdır, ya möhürlü, peçatlı kitabına müraciət eləməlidir ki, təsdiqlənmiş olsun özü tərəfindən, ya məsələn vəkili tərəfindən ki, bu müctəhidin fətvalarıdır, o cür götürsün. Yaxud 2 nəfər ədalətli şahiddən eşitsin. 2 nəfər ədalətli şahiddən, yəni hər yoluna keçəndən yox. Və yaxud da ki, bir nəfər etibarlı böyük bir alimdir ki, artıq hiss eləsin ki, o xəta eləməz. Yəni müctəhid səviyyəsinə yaxın bir adamdır. Ya çox möhtərəm bir insandır ki, həm savadı cəhətindən, həm Allahdan qorxmağı cəhətindən bilirsən ki, məni aldatmaz. Hamı xəta elə bilər, müctəhid də xəta elə bilər. Xətasız bəşər yoxdur, amma bilirsən ki, məni aldatmaz, mənim məsələndə bilmədiyi şey yalandan deməz. Bu 3 yol. Deməli, ya müştərinin özündən soruşursan, və yaxud kitabına baxırsan, ikinci yol 2 nəfər ədalət şahid və yaxud da bir nəfər etibarlı bir şəxs ki, adətən bu sahənin mütəxəssisidir və sənə cavab verir. Bundan yerdə qalan yollar heç birisi etibarlı deyil. Ta ki o vaxta qədər nədir? İnsanın qəlbində itminan yaratsın. Ona görə də istər sosial şəbəkələrdə olsun, istər məsələn deyək, ChatGPT-dir, nədir ondan olsun, ya hər hansı bir şeylər olsun. Onların heç birisinin hüccəti yoxdur. Ona görə də xüsusən də yəni son günlər demək olar ki, bir sıra TikTokerlərdə, YouTuberlərdə barbar bağırır ki, son dövrdə süni zəkadan istifadə eləyərək, məsələn, qızlarınızın, qadınlarınızın şəkilləri məsələn paylaşmayın, götürdüyü simanı, istədiyi pozğun videonu düzəldib məsələn təqdim eləyər və insan doğrudan da avara qalır. Bu həqiqi insandır, elə səsini də verir, vid fasonunu da verir, formasını da verir, insan avara qalır. Belə olan halda necə etibar eləmək olar ona? Bəli, indi hal-hazırda indi bu süni zəka deyək 5 ildir, 10 ildir yavaş-yavaş belə fəaliyyətdədir. Ola bilsin 50 ildən, 100 ildən sonra daha modernləşəcək, daha belə deyək də, yəni inkişaf eləyəndən sonra çoxlu xətalar ortadan qaldıracaqlar. Yəni hal-hazırki durumunda onun heç bir etibarı yoxdur. Ona etibar eləmək olmaz. Xüsusən şəri məsələlərdə və xüsusən kiminsə barəsində dediyi sözlərdə, istər ölmüş insanlar ya diri insanlar. Qardaş da dediyi kimi ağzına nə gəlir danışır orada. Sonra deyir, etiraz edəndə ki, mən adam deyiləm ki, mənim ağlım yoxdur, mən elə bu cür fikirləşirəm, proqramam mən. Onu o cür proqramlaşdırıblar. Yenə deyirəm, mümkündür 30 ildən, 40 ildən, 50 ildən sonra elə bir formalaşacaq ki, çoxlu xətalar ortadan qalxacaq və insana itminan verəcək, arxayınlıq verəcək, xatircəmlik yaradacaq. Amma hal-hazırki durumunda ona heç bir etibar eləmək olmaz. Xüsusən də kiminsə barəsində nəsə bir video paylaşarlarsa ya bir söz deyərlərsə, olan şey deyirəm, sırağı gün YouTube'da Şeyx Şəhid Əttabi, Şeyx Şəhid Əttabi İraqın böyük belə YouTuberlərdən də, mollalardandır. Ən fəallardan da belə milyonlarla izləyicisi olan bir adamdır. Onun həmən gündən qabaq, 3-4 gün bundan qabaq özüm də o videonu görmüşdüm. Bir nəfər durub, Seyyid, möhtərəm belə saçı, saqqalı, hər şey qaydasında, arxasında bir qədim motosiklet vardı. Deyir ki, bu Əli Eleysan motosikletidir, həm Siffiyə müharibəsi, həm yolda xarab olmuşlar. Elə də düzəldiblər. Şeyx Şəhid də qayıdır, deyir ki, mənə də dalbadal zəng eləyirlər, nə bilim, sosial şəbəkələrdən ya telefondan ki, ay şeyx, bu Seyyid nə danışır burada? Şeyx də çıxıb deyir ki, Allah evin yıxsın məsələn deyir bu şeylər düzəldənlərin. O deyir, ərəblər deyir ki, zəka əl-istinai, yəni belə deyir də, zəka yəni intellekt, zəka. Süni də süni, süni zəka deyir, süni axmaqlıqdır bu, qəba əl-istinaidir. Yəni sən ağlın hardadır? 54-də motosiklet vardı. Yəni görə insanlar bu qədər artıq o qədər həyatlarına keçib ki, inanır ki, Əli müharibə gedəndə motosiklet sürürdü məsələn, yolda qalıb gətirib harasa qoyublar. Yəni bu həddə gəlib çatıb ki, günümüzün bu gündə. Ona görə də insanları aldatmaq çox rahatdır. Xüsusən də möhtərəm insanların diliyicən bir söz düzəldirlər, heç kəs ona etibar eləməsin. Bəli, süni zəkadan eybi yoxdur, istifadə eləyək. Soruşdum ki, məsələn deyir, filan şey hardan deyirsən? Qayıtsın mənbəsini desin, filan hədisi hardan deyirsən? Məsələn, kafidə, hansı cilddən sayılır? Gedin baxım ora. Əgər orada olarsa nə gözlədim? Əlimdən yapışdı. Mən axtarıb tapana qədər o ünvanı verdi, tez-tez vurdu, məsələn çıxartdım. Bu cür olar. Yəni hansı bir mənbəyi dedisə, ged o mənbənin özünə bax, filan kitab, filan jurnal, filan alimin məsələn deyə videoda olan söhbətinin filan hissəsi. Əgər bir ünvan verirsə, ged ora bax. Əgər orada olarsa, demək onda süni zəkadan istifadə elədin, amma etibar eləmədin, ondan bir yol kimi istifadə elədin. Növbəti sual soruşurlar ki, bu bəzi belə deyək də transportlarda qiblənin sabitliyi alınmır və namaz vaxtı gəlir, məsələn, fərz edək, ya təyyarədə, ya qatarda və ya digər transportlarda ki, məsələn, mümkün deyil namaz qılmaq, yəni dayanmır və s.
Orada insan, bir mömin necə namaz qıla bilər? Ümumiyyətlə namaz qılmalıdır. Orada onun dəst namazı alma imkanı olmasa və yaxud da dəst namazı var, amma qiblə sabit deyil, ayaq üstədir, oturaqdır. Həm də bu barədə biraz... Əvvələn bunu qeyd eləyək ki, əgər bir nəfər bilirsə ki, ya ciddi şəkildə ehtimal eləyirsə ki, bu nəqliyyat vasitəsində təyyarədir, ya gəmidir, ya qatardır, ya maşındır, hər hansı şeylə gedirsə, namazın vaxtı qəzaya gedənəcək qədər ya yolda, ya da ki, mənzil başında dayanacaq. O halda qıla bilməz, gəl gözləsin. Bilir ki, məsələn, bu şəhərdən o şəhərə gedirik, filan şəhərdə 15 dəqiqə qatar dayanacaq, ya məsələn, maşın dayanacaq, avtobus dayanacaq. Belə olan halda normal şəkildə namazın qılmalıdır. Gözləməlidir, həmən yerdə tez düşməlidir. Bütün müstəblər tərk eləyərək vaciblərini tez-tez məsələn qılsın, qutarsın. Ya bilir ki, məsələn, namaz qəzaya gedənə qədər artıq mənzil başına çatacağıq və normal namazımı qıla biləcəm. Belə olan halda nəqliyyat vasitəsinin içində namaz qıla bilməz. Bəli, əgər bilirsə ki, mən gözləsəm, namaz qəzaya gedəcək. Namazda qəzaya verə bilməz ki, böyük günahlardandır bilə-bilə namazı qəzaya vermək. Və sonra nə etməlidir? Onda demək olar ki, müştəhidlərin demək olar ki, hamısının fikri budur. Hər nə qədər mümkündürsə ki, əsl namaza yaxın bir namazı qılasan, onu qılmalısan. Hansı şey mümkün deyilsə, o düşür ortadan, o aradan gedir. Deməli, hələ təharət saxlayıram, yəni dəst namazı ya təyammüm saxlayıram arxa, namazın öz formasından. Deyək, bir nəfərin telefonuna arxayınlığı vardı, yoxlayıb, görüb ki, məsələn, telefondakı proqram düz göstərir. Çünki telefon proqramlarında bəziləri qibləni düz göstərir, bəziləri düz göstərmir deyə. Arxayın ki, neçə dəfə yoxlayıb ki, mənim məsələn, telefonumda olan bu proqram qibləni düz göstərir. Hətta nəqliyyat vasitəsi hərəkətdə olanda da yenə də o internetdən düz tapır. Və əgər fərz eləyək ki, o avtobusun ortasında duracaqsa, ya məsələn, təyyarənin ortasında icazə verəcəklərsə orada, tutur əlində. Döndüyəcən o da döndür, döndüyəcən o da dönür. Allahu Ekber dedi qibləyə, tutur əlində. Hansı istiqamətə dönür, o da dönür. Maşın döndüyəcən o da döndür. Çünki əlindədir, bilir ki, qiblə hansı istiqamətdədir. Əgər bu cür eləyə bilərsə, onda elə axıra qədər qibləni gözləməlidir. Yox, əgər bu cür mümkün deyilsə, onda əvvəlcədən başlayanda, heç olmasa ən azı başlayanda Allahu Ekbəri qibləyə desin. Ondan sonra nə qədər mümkündür dönsün, mümkün olmayandan sonra elə o cürdə qibləsiz düzdür. Keçirik indi rükû məsələsinə. Əgər normal şəkildə bədənin düzəldib, oradan rükûya gedə bilirsə, bu imkanı verirlərsə ona, o imkanı varsa ona, onda yenə vacibdir ki, ən azından hətta oturan yerdə də məcburdur namaz qılmağa. Bir anda məsələn qalxdı ayağa, normal bədən düzəldib, oradan rükûya gedə bilirsə, gəl ki, neynəsin? Qalxsın, bədənin düzəldib rükûya getsin. Dedim, sözün əvvəlində dedim ki, hansı şey mümkünsə, gəl ki, onu icra edirsən, mümkün olmayanlar sənin boynundan götürülür. Əgər sən məcbursan oturan yerdə namaz qılasan, amma qalxıb bir anlığa rüküyə getmək imkanın varsa, ayaq üstə qalxıb rüküyə gedəsən. Oturduğun yerdə rükü eləyə bilməzsən. Bəli, o da imkanın yoxsa, hə, onda oturduğun yerdə deyək ki, rükü eləyəcəksən. Keçdi səcdiyə. Əgər icazə verirlərsə, ortada məsələn yeri varsa orada səcdə eləyəsən, səcdə eləyəcəksən. Hökməndə deyil ki, sənin möhrün olsun. Kağız, hamının cibində kağız var da, salfetkadan zaten bir şey vardı. Kağız qoy, yəni möhür varsa olmasa da bir dənə kağız qoy. Kağıza ya məsələn deyə salfetkaya səcdə eləməyin problemi yoxdur. İndi keçirik təharət məsələsinə. Əgər bir nəfərin belə də arxayınlığı varsa ki, dəst namazımı saxlaya biləcəm və yolda məsələn namazın vaxtı çatacaq, yaxşı olar ki, əvvəlcədən dəst namaz alsın. Bəzilər müştəhidlər ehtiyat vacib deyiblər, namazın vaxtından qabaq bilir ki, sonra mən dəst namaz ala bilməyəcəm, bəzilər ehtiyat deyiblər. Bəzilər deyirlər ki, o ehtiyat müstəhəbdir, vacib deyil, çünki namazın vaxtı daxil olmuş, dəst namaz vacib ola bilməz, nəsə özünün bir dənə üsulü bəhsi vardır, geniş ağır bir bəhsdir. İstəmirəm bu bəhsə daxil olun. Xülasə, yəni ehtiyat eləsə, əvvəlcədən dəst namaz alsa nə yaxşı. Amma yox, bilir ki, məsələn, uzun vaxtı mən dəst namazımı saxlaya bilməyəcəm, ya yatacam, ya hər hansı cəhətdən dəst namaz pozulacaq. Onda əgər imkanı varsa ki, məsələn, deyək, bir balaca bir istikanda, bir dənə məsələn klok qoyar qabağına, yəni dəst namaz üçün o qədər su lazım deyil. Bir ovuc alnına, bir ovuc sağa, bir ovuc. Yəni 3 ovuc, yəni bir istikan bəs eləyir. Bir dənə kloku qoyarsan qabağa, burada elə oturduğun yerdə dəst namaz alarsan, o ən az miqdarı ilə də bir vacib miqdarına kifayətlənməklə. Bu da mümkün olmayandan sonra, onda əgərsə imkanın varsa ki, cibində məsələn deyək, torpaqdan zaddan götürəsən, torpaq götür. O da mümkün olmayandan sonra artıq faqidu təhureyn deyilir, yəni dəst namazı və təyammümə imkanı olmayan şəxs. Burada da bəzi müştəhidlər deyiblər ki, namaz boyundan əda formada götürüləcək boynundan, yəni hal-hazırda namazı yoxdur, düşəndən sonra qəza eləyəcək. Bəziləri deyiblər yox. Həmən halda elə dəst namazsız və təyammümsüz namazın qılacaq, düşəndən sonra ehtiyat vacibə görə dəst namaz alandan sonra təzədən namazı bir də qılacaq. İcmali şəkildə bu cür. Mümkün bəlkə nəsə təfsilata suallar kimisə zehninə gələrsə, mümkün qarşıda əgər xüsusi bir sual varsa cavab verir.
Allah razı olsun şeyxlə. Bugünlük bu qədər inşallah. Sizdən gələn sualları şeyximizdən cavablandırmaya davam edəcəyik. Allah amanda qalasınız. Esselamu aleykum və rəhmətullah.